Salam əziz müdavimlər, xoş gördük hər birinizi. Bugün yeni bir mövzu izahı ilə qarşınızdayım. Deməli, bugünkü mövzumuz olacaq leksikologiya. Gəlin mövzuya nəzər salaq. Deməli, dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Həm bu leksikanı öyrənən dilçilik bölməsində biz deyəcəyik leksikologiya. Leksikologiyada nə öyrənirik? Sözlərin mahiyyətini öyrənirik, sözün mənşəyin, işləmə dairəsinə görə söz qrupların və s. öyrənmiş olacaq. Baxın, leksikologiyada nəzər salacağımız ilk məqamlar sözün leksik və qrammatik mənasıdır. Baxın, leksik məna nədir? Leksik mənanın qrammatik mənanın fərqi nədir? Leksik məna hansı yollarla tapılır? Ümumiyyətlə, leksik məna deyəndə ağlımıza nə gəlir? Baxın, birinci leksik mənanın mahiyyətini sizə izah edeyim. Leksik məna nədir? Bir söz deyərkən ağlımızda həmin söz haqqında canlanan ilk təsəvvür həmin sözün leksik mənası adlanmış olacaq. Məsələn, mən qaçmaq deyirəm. Ağlımızda canlanan ilk nə olur? Nisbətən sürətlə hərəkət eləmək, iti-iti hərəkət eləmək və yaxud da qələm deyirəm. Müxtəlif metaldan və yaxud da digər materialdan hazırlanmış yazı yazmaq üçün olan bir dənə əşya. Bu artıq qələm deyəndə ağlımıza həmin bu deməli xüsusiyyətlər gəlmiş olacaq. Deməli, bu ağla gələn ilk xüsusiyyətdə də həmin sözün leksik mənası adlanacaq. Hər hansısa bir sözün leksik mənasını biz 4 yolla izah edirik. Bunun gəlin bir nəzər salaq. 1. Əşyanın və ya hərəkətin mənasını izah etməklə. Mənasını izah etməklə. Baxın, həmin bu yazdığım ilk yol elə sözün leksik mənası deyəndə ağla nə gəlir? Bax, həmin dediyimdən eyni mənaya gəlib çıxır. Yəni, məsələn, mən hər hansısa bir hərəkətin, qaçmaq, fikirləşmək, düşünmək hərəkətinin mənasını izah edirəm və yaxud da ki, qələm sözünün mənasını izah edirəm. Bu olur sözün leksik mənasının tapılmasının ilk yolu. İkinci yol, həmin sözə yaxın mənalı söz seçməklə. Yaxın mənalı, yəni sinonim seçməklə. Baxın, məsələn, hündür, uca, qoca, yaşlı. Görürsünüz, bir sözə sinonim seçməklə sanki onu daha da mənasını izah eləməyə çalışıram. Məsələn, bəzən olur, müdavim məndən hər hansısa bir sözün mənasını soruşur. Mən həmin an o sözün mənasını müdavimə tam çatdırmaq üçün ona əks mənalı bir söz deyirəm. Məsələn, yadımdadır, əvvəlki dərslərin birində yoxuş sözünün mənasını müdavim məndən soruşdu. Müdavimə verdiyim ilk cavab eniş bilirsən nədir? Hə, müəllim, bilirəm. Enişin əksi. Görürüz, mən onun leksik mənasını izah elədim. Əks mənalı söz tapmaqla izah elədim. Üçüncü yol olacaq. Üçüncü yol bu həmin dediyim əks mənalıya nümunə olacaq. Yəni sözə əks mənalı söz tapmaqla. Yəni antonim tapmaqla. Aha. Deməli, dedik, əşyanın və ya hərəkətin mənasını izah eləmək, yaxın mənalı sinonim, yəni sinonim söz seçməklə, əks mənalı, yəni antonim söz seçməklə. Və dördüncü olaraq sözü hissələrə ayırmaqla. Sözü hissələrə ayırmaqla. Baxın, sözü hissələrə ayırmaqla qarşısına yazıram ki, düzəltmə və mürəkkəb. Düzəltmə və mürəkkəb. Aha, baxın, biz hansı sözü tərkib hissəsinə parçalaya bilərik? Əlbəttə ki, biz hər hansısa bir sadə sözü tərkib hissəsinə parçalaya bilmərik. Həmin sözümüz ya düzəltmə olmalıdır, ya da mürəkkəb olmalıdır. Məsələn, tutaq ki, buraya yazsam dənizçi. Aha, burada deyərəm ki, dəniz su hövzəsidir.
çidə şəxs mənası düzəldən bir isim yaradır. Məsələn, dənizçi, kim peşə bildirəcək. Həm də dənizçi deyəndə peşə bildirməklə yanaşı bir şəxs də ağlımıza gələcək. Və yaxud da ki, hər hansısa bir mürəkkəb sözü tərkib hissələrinə parçalayıb izah edə bilərik və s. Baxın yoldaşlar, 4 yol yazmışam. Diqqət yetirsəz, amonim seçmək yol deyil. Yəni sözün leksik mənasını müəyyənləşdirərkən amonim seçmək bir yol deyil. Çünki amonim məna tayları tamamilə müxtəlif mənalı sözlərdir. Və bəzən belə bir sual olur. Bütün sözlərin leksik mənasını 4 yolla izah eləmək olurmu? Bu zaman bu son yazdığım düzəltmə mürəkkəbə fikir verməlisiniz. Biz təbii ki, hər hansısa bir sadə sözün tərkib hissələrinə parçalamaqla leksik mənasını izah eləyə bilmərik. Ona görə deyirik ki, bütün sözlərin leksik mənasını 4 yolla izah eləmək olmaz. Məsələn, mən bura yazsam uca, deyə bilərsən ki, müəllim, bunun mənasını izah edə bilərəm, yaxın mənalı söz taparam, əks mənalı söz taparam. Bəs yaxşı, sən bunu tərkib hissəsinə parçalaya bilərsənmi? Parçalaya bilmərsən. Niyə? Çünki bu sözümüz nə düzəltmə deyil, nə də mürəkkəb deyil. Gəlin keçək qrammatik mənaya. Qrammatik məna nədir yoldaşlar? Baxın, bütün əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası olur. Ancaq köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. Və qrammatik məna deyəndə, indi mən sizə qrammatik mənanın yolları var, o yolları yazacağam. Ümumi sizə deyim ki, ümumi qrammatik məna sözünü eşidəndə ağlınıza daha çox nitq hissəsinə aidlik gəlsin. Məsələn, kitab sözünün ümumi qrammatik mənasını bizdən soruşursa, daha çox onun hansı nitq hissəsi olması bizim ağlımıza gəlməlidir. İndi bu irəliləyən dərslərdə daha dərin öyrənəcəyik. Deməli, hər hansısa bir sözün qrammatik mənasını 3 yolla tapırıq. Deməli, birinci yolumuz. Deməli, sözün hansı nitq hissəsinə aid olmasını bilməklə nitq hissəsinə aidliyi, daha sonra sintaktik funksiyası, bir dəqiqə. Sintaktik funksiyası. Müəllim, sintaktik funksiya nədir? Sintaktik funksiya yəni hansı cümlə üzvüdür? Deməli, üçüncü yolumuz olacaq da, deməli, hansı nitq hissəsinə aid olmasını yazmışıq, hansı cümlə üzvü olmasını yazmışıq və hansı suala cavab verir. Hansı suala cavab verməsi. Deməli, dedik ki, sözün qrammatik mənasını 3 yolla izah edəcəyik. Bu nitq hissəsinə aidliyi, yəni hansı nitq hissəsinə aiddir. Sintaktik funksiyası, yəni hansı cümlə üzvüdür. Bir də hansı suala cavab verməsi. Məsələn, yazıram qələm. Aha, isimdir. Daha sonra cümlədə mübtəda ola bilər. Cümlədə xəbər ola bilər. Və yaxud da ki, nə sualına cavab verir. Bunlar oldu qələm sözünün qrammatik mənası. Qrammatik məna biraz ümumi anlayışdır. Məsələn, mən 5 dənə isim yaza bilərəm. Hamısını deyə bilərəm ki, hamısının qrammatik mənası eynidir. Yəni, hamısı isimdir. Bayaq demişdim axı sizə, ümumi qrammatik məna deyəndə hansı nitq hissəsinə aidliyi nəzərdə tutulmuş olacaq. Leksik qrammatik mənadan danışdıq. İndi keçəcəyik, deməli, sözün həqiqi və məcazi mənasından. Baxın, yazaq həqiqi və məcazi məna. Baxın, həqiqi və məcazi məna nədir? Sözün ilkin, yəni əsas mənası, dominant mənası onun həqiqi mənasıdır. Amma sonradan qazanılan əlavə məna, törəmə məna, onun məcazi mənası sayılmış olacaq. Baxın, məcazilik 2 yolla yaranacaq. Məcazi 1, bənzətmə yolu ilə yaranır. 2, köçürmə yoluna yaranır. Məsələn, nümunə olaraq sizə deyim. Məsələn, deyirəm,
buludlar ağlayır. Aha. Baxın, burada ağlamaq insana aid bir xüsusiyyətdir. Bu buludların üzərinə köçürülüb. Demək belə çıxır ki, burada ağlamaq sözü məcazi mənada işləmiş olacaq. Və burada artıq məcazımız nə vasitəsilə yarandı? Köçürmə vasitəsilə yaranmış oldu. Məsələn, məcaziyə aid başqa bir sual verir. Məsələn, deyir ki, şirin sözünün məcazi mənada işləndiyi bəndi seçin. Aha. Tutaq ki, A-da yazır. Şirin çörək. Çörək. B-də yazır şirin su. C-də yazır şirin. Tutaq ki, nə olsun? Məsələn, şirin söz. Aha. Şirin çörək həqiqətən ola bilər. Bu həqiqi mənadadır. Şirin su da ola bilər. Amma şirin söz ola bilməz. Deməli, şirin söz ifadəsində şirin sözü məcazi mənada işlənmiş olacaq. Bundan başqa, baxın yoldaşlar, elə ola bilər ki, eyni ifadə həm həqiqi məna verə bilər, həm məcazi məna verə bilər. Məsələn, yazıram ki, ağır adam. Baxın, bu ağır adam, deyirəm ki, o xasiyyətlə çox ağır adamdır. Xasiyyətcə ağır olmaq məcazi mənadadır. Deməli, burada ağır sözü məcazi olacaq. Amma həqiqətən kimisə çəkisi çox ola bilər, ağır ola bilər. O mənada işlənsə, artıq orada ağır sözü həqiqi mənada işlənmiş olacaq. Bu da oldu sözün həqiqi və məcazi mənası. İndi danışacağıq tək mənalı və çox mənalı sözlərdən. Baxın, yalnız bir leksik mənası olan, gəlin, mövzunun adını yazaq, deməli. Tək mənalı və çox mənalı sözlər. Aha. Tək mənalı və çox mənalı sözlər. Bunları mən niyə aralı yazdım? Bunlar bitki olmalı, aralı yazdım. Aha, tək mənalı və çox mənalı sözlər. Baxın, yalnız bir leksik mənası olan sözlərə tək mənalı sözlər deyilir. Məsələn, mən yazıram telefon. Telefon. Və yaxud da ki, yazıram, nə yazam? Şkaf. Baxın, bunların yalnız bir dənə mənası var, düzdür? Bunlar tək mənalı söz olacaq. Amma əsas məna ilə bağlı olub, bir neçə əlavə mənası varsa, baxın, əsas məna ilə bağlılıq niyə deyirəm? Bu çox mənalı sözlərin nə qədər çox mənası olsa da hökmən əsas məna ilə bağlı olmalıdır. Ona görə əsas məna ilə bağlı olub, əsas məna ilə bağlı digər mənalarda işlənəcəksə, bu sözü deyəcəyik biz çox mənalı sözlər. Çox mənalıq daha çox insanın bədən üzvlərindən bağlı olur. Məsələn, göz sözü. Göz. Və yaxud da qol sözü. Və yaxud da diş sözü. Baxın, göz, insanın gözü, bu ilkin mənası, göz deyəndə ağlımıza nə gəlir? İlk olaraq insanın gözü gəlir, düzdür? Amma mən deyirəm ki, bulağın gözü. Bulağın gözü. Bu bulağın gözü sonradan qazanılan mənadır, əlavə mənadır, törəmə mənadır və məcazi mənadır. Bulağın gözü olmaz. Burada deməli, bulağın gözü və insanın gözü, burada göz çox mənalı olacaq. Qol deyəndə ağla ilk olaraq insanın qolu gəlir, amma çayın qolu desək, çayın qolu. Bu olacaq. Çox mənalı mənadır. Diş, insanın dişi var. Bir də var darağın dişi. Darağın dişi. Əlbəttə ki, darağın dişi olmaz. Bu da əlavə mənasıdır, törəmə mənasıdır. Ona görə bu da çox mənalı söz sayılmış olacaq. Baxın, çox mənalı sözlərdə sözün mənalarının biri dediyimiz kimi həqiqi olur. Yəni ilk mənası, birinci mənası həqiqi olur. O biriləri, əlavə mənaları məcazi olmuş olacaq. Əsas məna ilə bağlılıq burada zəruridir. Söz nə qədər yeni mənalar ifadə eləsə, nə qədər yeni mənalar qazansa da ilkin mənadan tam uzaqlaşmır. Bu bağlılıq mütləq olmalıdır. Yəni bu bağlılıq olmayanda artıq bu çox mənalı söz sayılmayacaq. Çox mənalı daha çox hansı nitq hissəsində özünü göstərir desək, deyəcək ki, feildə ola bilər, sifətdə və isimdə ola bilər, daha çox bunlarda özünü göstərəcək. Məsələn, bu yazdığımız göz, qol, diş sözləri isimə nümunədir. Və yaxud da ki, bax, biraz yuxarıda şirin söz yazmışam, görürsünüz. Bax, o şirin söz, görürsünüz bura. Bu şirin söz, burada şirin həm məcazi mənadadır, həm də bunu çox mənalı kimi düşünə bilərsiniz də.
belə deyək də, söz əgər bir neçə mənada işlənəcəksə, elə onun işləndiyi digər mənalar məcazi olacaq. Şirin söz ifadəsində ki, bu şirin sözdə deməli sifətin çox mənalığına aid ola bilər. Və yaxud da ki, məsələn, gəlmək sözü. Deyirəm ki, evə gəlmək bu həqiqi mənadadır, amma fikrə gəlmək, qərara gəlmək bu artıq gəlmək sözü məcazi mənada olacaq. Deməli bura gəlməyin çox mənalılığı kimi işlənmiş olacaq. Baxın, çox mənalar hökmən eyni diksiyasına aid olmalıdır, hökmən. Bir də çox mənalıqda belə bir şey var. Çox mənalıqda forma olaraq bir yaxınlıq var və bu yaxınlıq itmir. Məsələn, yazmışam qol, çayın qolu, insanın qolu. Baxsaq, həqiqətən forma baxımından bir yaxınlıq var. Çayın qolu da, insanın qolu da əsas gövdədən sağa doğru, sola doğru istiqamətlənir. Çayın qolu da çayın əsas yatağından sağa və sola doğru çaydan ayrılır və yaxud ağacın qolu da həqiqətən ağacın əsas hissəsindən sağa sola doğru ayrılan bir hissədir. Diş, görürsünüz, insanın dişi, darağın dişi forma yaxınlığı var. Və yaxud da baş sözü də çox məna ola bilər. İnsanın başı, dağın başı. İnsanın başı da insanın ən uca nöqtəsidir, ən uca hissəsidir. Elə dağın başı da dağın ən uca hissəsi olmuş olacaq. Çox mənalı sözlərə aid çox nümunə deyə bilərik. Məsələn, ağız sözü deyə bilərik, maşın sözü deyə bilərik, yol sözü deyə bilərik, lövhə sözü deyə bilərik, məsələn, almaq sözü deyə bilərik. Məsələn, lövhə sözü deyə bilərsiniz, müəllim. Lövhə sözü necə çox məna ola bilər? Lövhə deyəndə ağlımıza ilk nə gələcək? Lövhə yazmaq üçün olan bir vasitə, düzdür? Amma deyirəm ki, təbiət lövhəsi. Yəni, sanki o təbiət mənzərəsini lövhəyə bənzədirik. Burada məcazi olmuş olacaq. Bu belə. İndi isə keçək amonimlərə. Aha. Baxın, mənaca bir-birindən tamamilə fərqlənən, amma baxın, bir deyiliş, daha sonra yazılış, qələm niyə yazmadı? Maraqlıdır. Deyiliş, yazılış, daha sonra başlanğıc forma və vurğu. Başlanğıc forma və vurğu. Yəni, bir sözün deyilişi, yazılışı, başlanğıc forması və vurğusu eyni olmalıdır ki, həmin sözümüz amonimlik yaratmış olsun. Amma bunlar eyni olsa da leksik mənaları tamamilə müxtəlif olur. Və amonimlər tamamilə müxtəlif mənalı sözlərdir deyə amonimlər lüğətdə üzərinə rəqəm yazmaqla göstərilir. Məsələn, tutaq ki, yazaq don sözü. Baxın, bu üzərində rəqəm yazmaqla göstəriləcək. Məsələn, buraya yazıram 1, bir dənə də yazıram don, buraya yazıram 2. Baxın, birinci mənada don bu qadınların geyindiyi paltar mənasında, düzdür? Paltar yazaq, paltar və mötərizə yazaq isim. Bir də, baxın, belə bir şey deyim sizə, haşiyəyə çıxım. Bu feillərə artırılan bu məsdər şəkilçisi, maq şəkilçisi amonim tapmaqda bizə çox kömək edəcək. Məsələn, gəlin don sözünə maq artıraq. Donmaq deyə bilirik, bilirik. Don sözünə maq artıra bilirsə, demək bu feil olmuş olacaqmı? Demək bu donmaq mənasında feil ola bilər. Demək bu don sözü iki dənə fərqli mənada işləndi. Bir mənası isim oldu, bir mənası isə feil olmuş oldu. Baxın, amonimin bəzi xüsusiyyətləri var. Amonimlər bir-birlə mənaca əlaqəsi olmayan sözlərdən ibarətdir. Amonimlər həm eyni, həm müxtəlif diksiyasına aid ola bilər. Məsələn, don sözü burada müxtəlif diksiyasına aid oldu. Amma yazsam əqrəb, bu saatın əqrəbi və həşərat mənasında əqrəb hər iki isim olmuş olacaq. Amonimin tərəfləri ola bilsin ki, quruluşda sadə də ola bilər, düzəltmə də ola bilər və ya da biri sadə, biri düzəltmə ola bilər. Məsələn, belə bir nümunə deyək sizə, yara sözü. Yara. Baxın, bu amonimdir. Birinci mənası əldə olan yara mənasındadır. Məsələn, əlimdə yara var. İkinci, yaramaq mənası var. Yaramaq.
Məsələn, deyirəm ki, o mənim işimə yaradı. Yəni feil mənasında. Baxın, bu isim olanda yar, yara, amma feil olanda sadə olur. Ona görə baxın, bu söz amonimin məna tayları bir dəfə oldu, biri oldu düzəltmə, digəri oldu sadə. Yəni bu ola bilər. Bir də amonimlər leksik və qrammatik olmaqla iki yerə bölünür. Baxın, əsas nitq hissələrin öz aralarında olan amonimliyi bu leksik amonimlikdir. Amma elə ola bilər ki, eyni söz həm əsas nitq hissəsi olsun, həm köməkçi nitq hissəsi olsun. Məsələn, nə sözü həm ola bilər sual əvəzliyi, həm də ola bilər bağlayıcı. Bu vaxtda görürsünüz, bir mənası əsasdır, bir mənası köməkçidir. Bu vaxtda bu olacaq qrammatik amonim. Yəni belə deyirik, məna taylarının biri əsas, digər köməkçi nitq hissəsidirsə və yaxud da söz və şəkilçi də ola bilər. Köməkçi nitq hissəsi öz aralarında da amonim ola bilər. Bu vaxtda bunlar hamısı qrammatik amonim sayılmış olacaq. Bu belə. Yaxşı, amonim olmayan söz qrupları var. Bunlar nədir? Bunlara xüsusi diqqət yetirmək lazımdır. Gəlin amonim olmayan söz qruplarını yazaq. Baxın, təxmini 5 dənə söz qrupu var ki, bunlar amonim olmayacaq. Gəlin bir yeni səhifəyə keçək. Aha. Deməli, amonim olmayan söz qrupları baxın. Birinci yazıram amoqraf. Başlayaq. Amoqraf. Aha. İkinci paronim. Maraqlı o. Bəzən yazır, bəzən yazmır. Paronim. Üçüncü amaforum. Dördüncü deməli həm ümumi, həm xüsusi isim olanlar. Baxın, yazmışam həm ümumi, həm xüsusi isim olanlar. Ola bilər ki, bir mənada xüsusi isim olsun, digər mənada heç isim olmasın. Bu da amonim sayılmayacaq. İndi onu nümunədə göstərəcəm sizə. 5-ci uzanmaya görə mənası dəyişənlər. Uzun tələffüzə görə mənası dəyişənlər. Aha. Gəlin ilk olaraq başlayaq. Görək amoqraf nədir? Baxın, amoqraf vurğuya görə mənasızlaşan sözlərdir. Vurğuya görə mənası dəyişən sözlərdir. Mənası dəyişən sözlər. Aha. Baxın. Aha. Necə olur vurğuya görə mənası dəyişir? Məsələn, yazıram alma. Burada vurğu düşür sona, olur isim. Düzdür? Alma. Nə alma? Amma burada vurğu düşür əvvələ, olur inkarda olan feil. Alma. Lazım deyil, alma. Düzdür? Bunlar amonim deyil. Niyə? Çünki birinin vurğusu feil. Birinin vurğusu sondadır, birinin vurğusu əvvəldədir. Amonim deyil. Və yaxud da yazıram ki, məsələn, olsun dimdik. Birində vurğu düşür əvvələ, olur sifət. Birində vurğu düşür sona, olur quşun dimdiyi mənasına isim. Bunun isim sifət olması, yəni amonim olmamasının səbəbi isim sifət olması deyil. Yoldaşlar, amonim olmamasının səbəbi vurğu mənasıdır. Fərqidir. Bax, birində sona düşüb, birində əvvələ düşüb. Vurğusu eyni deyil, deməli amonim deyil. Bu mövzu haqqında fonetikada danışmışdıq sizə. Vurğuya görə mənasızlaşan sözlər. Elə həmin vurğuya görə mənasızlaşan sözlər amonim olmayacaq. Komik sözü var, romantik sözü var, elektrik sözü var, akademik sözü var, şaxta sözü var, sonra bildir sözü var və s. sözlər vurğuya görə mənası dəyişir deyə amonim olmayacaq. Bunlara amonim deməyəcəyik. Paronim deyəcəyik. Paronim nədir yoldaşlar? Paronim bir hərfə görə mənası dəyişən sözlər. Bir hərfə görə
Mənası dəyişən sözlər. Mənası dəyişən sözlər. Ha, baxın, bu nə deməkdir? Bir hərfə görə niyə mənası dəyişir? Gəlin buradan yazaq onu da. Baxın, məsələn yazıram ki, servis. Yazıram servis. Servis. Baxın, biri z'dır, biri s. Z olanda olur qab-qacaq. S olanda olur, məsələn, maşın servisi. Maşın servisi aparmışam bu mənada. Və yaxud da ki, yazıram sənəd. D olanda olur kağız mənasında. Kağız, məsələn, sənədlərimi ofisə verdim. T olanda peşə mənasında olur. Sənətin nədir, peşən nədir? Düzdür? Peşə. Gördünüz? Bir hərfə görə fərqlənir, deməli amonim deyil. Və yaxud da ki, yazıram ki, mətin. Bir də yazıram mətin. Baxın belə. Burada i var, burada i yoxdur. Bu mətin i olanda dözümlü mənasındadır. Dözümlü. Amma i olmayanda yazı mənasındadır. Məsələn, mətni köçür. Yazı mənasındadır. Çoxdur bu sözlər, bu tipli sözlər. Məsələn, yazıram ki, nəfis. Bir də yazıram nəfs. Nəfis i olanda olur incə gözəllik. İncə gözəllik mənasında. İ olmayanda olur tamah mənasında. Nəfs, tamah mənasında. Görürsünüz? Bir hərfə görə fərqlənir. Bunlar amonim olmuş, olmayacaq. Amaforum nədir? Baxın, amaforum belə deyək də sizə başlanğıc forması müxtəlif olan sözlərdir. Başlanğıc forması müxtəlif olan. Və yaxud da bəzən buna deyirəm ki, amaforma deyirəm ki, qrammatik şəkilçiyə görə eyniləşən sözlər. Baxın, amaforma bəzən deyirəm, qrammatik şəkilçiyə görə eyniləşən sözlər. İndi gəlin sizə nümunə yazaq. Tam ətraflı nümunə ilə də başa salmış, başa düşmüş olacaqsınız. Gəlin baxaq. Məsələn, deyirəm ki, məsələn, yazıram alın sözü. Bir dənə də yazaq alın sözü. Alın. Baxın, bu alın insanın alını olsun da, insanın alını. Belə olacaq da düzdür, sadə söz olur. Bu alın, deyirəm ki, kitab alın, nə bilim, qələm alın. Burada al sözün kökü olur, ın olur, şəxs şəkilçisi. İndi baxın, başlanğıc forma necə göstərilir? Bu başlanğıc forma söz yazılan mövzusudur. Söz yazını bunu keçəcəksiniz. Ona görə təkrar elədim ki, amaforum başlanğıc forması müxtəlif olan və yaxud da qrammatik şəkilçiyə görə eyniləşəndir. Hələ ki, başlanğıc formanı qayaq qırağa isə qrammatik şəkilçi hissəsini öyrədim. Baxın, bunlar qrammatik şəkilçiyə görə eyniləşən sözlərdir. Yəni, ən azı qrammatik şəkilçi haqqında biraz nisbətən kütlənin daha çox məlumat var. İndi alın, baxın, burada bu qrammatik şəkilçi hesabında eyniləşib də, bunu pozsan eyni deyil axı, biri al sözüdür, biri alın sözüdür, düzdürmü? O zaman bunlar amonim sayılmayacaq. Və yaxud da ki, yazıram, bunu nümunənin kitabda da görə bilərsiniz. Yazıram birə. Baxın, deyirəm ki, evdə birə var. Bit mənasında olan birə. Birə olacaq sözün kökü. Bir var deyirəm ki, 5 birə bölünür. 5 birə bölünür. Aha, gəlin baxaq. Bura sözün kökü nədir? 1, A nədir? Bu ə şəkilçisi yönlük haldır. İndi gəlin bunu pozaq. Qrammatik şəkilçisini pozanda eyni olmurmu? Amma qrammatik şəkilçi hesabına eyniləşibmi? Demək, bunlar amonim sayılmayacaq. Baxın, bu söz qrupundan da olacaq, amma form. Daha sonra keçək növbəti, yəni 4-cü qrup sözlərinə. Baxın, buraya yazmışam ki, həm ümumi, həm də xüsusi isim olanlar. Baxın, bu həm ümumi, həm xüsusi isim olanlar deyəndə nəyə nəzərdə tuturuq? Baxın, yazıram ki, buraya yazacağam. Yazıram ki, məsələn, Nərgiz. Bir dənə də yazıram Nərgiz. Bu Nərgiz adam adıdır, xüsusi isimdir. Bu Nərgiz gülün adıdır, xüsusi isim deyil. Düzdür? Aha, bunlar amonim olmayacaq.
Biri ümumi, biri xüsusi isimdir. Və yaxud da ki, ola bilsin ki, biri ümumi isim olsun. Məsələn, baxın, yazıram ki, Mehriban. Bir dənə də yazıram Mehriban. Bunların biri xüsusi isimdir, adam adı, amma biri Mehriban xüsusi olmayanda bu isim olmayacaq, sifət olacaq. Amma bunlar da amonim deyil, yaxşı? Onun üçün buraya yazmışam ki, həm ümumi, həm xüsusi isim olanlar. Bunu ola bilər ki, ikincisi isim olmasın, sifət olsun, başqa intiqsiyası olsun, onun problemi yoxdur, yəni. Bir mənası xüsusi isim olanlar, digər mənası xüsusi isim olmasa nə olur olsun. Bu zaman bunlar amonim sayılmayacaq. Və yaxud da ki, tutaq ki, yazıram Kamil. Kamil. Bu kamil adam adıdır. Bunlar kamil insan. Bunlar amonim olmayacaq. Çünki biri xüsusi isimdir, biri də digər mənada işlənəcək. Bir də var yoldaşlar, uzun tələffüzə görə mənası dəyişən sözlər, bunlar da amonim hesab olunmur. Bunlar sayılı sözlərdir, elə çox deyil. Məsələn, yazıram ki, nərə. Sonra nələr vardı burada? Dava, əyan, bir də bəzən. Bunlar, bu 4 dənə söz uzanmaya görə mənası dəyişir. Ona görə bunlar amonim hesab olunmayacaq. Aha. Yaxşı müəllim, uzanmaya görə necə mənası dəyişir? Hansı mənalar ifadə edir? Bunu bilmək istəyirsinizsə, baxın, nərə, əgər uzanma yoxdursa, nərə, bu olacaq balıq növü. Amma uzun tələffüz olunsa, belə, nərə. Bu, deyirəm, Koroğlu elə bir nərə çəkdi ki, hamının qulağı batdı. Bu mədə olacaq Koroğlunun nərəsi. Dava. Baxın, bu dava dərman mənasında uzanma yoxdur. Amma dava, uzun tələffüz varsa, bu dalaşmaq mənasında davadır. Məsələn, tutaq ki, Aynur və Fidan dərsə cavab verməyin üstə dava elədilər. Sonra əyan sözü var. Baxın, bu şahın əyanı var, şahın ətrafında olan insanlar. Bir də əyan olmaq mənası var. Əyan olmaq deyəndə uzun tələffüz olunacaq. Bəzən sözü var. Baxın, əgər uzun tələffüz olunmursa, bəzən. Məsələn, deyirəm ki, Aynur bəzəndir. Bir də uzun tələffüz oluna bilər. Bəzən. Bu, mütəmadi olmayan, ara bir mənasını verir də, o bəzən bizə gəlir. Uzun tələffüz olanda bu mənanı vermiş olacaq. Aha. Amonimlə danışdıq. İndi amonimlə çoxmənalının bəzi, belə deyək də, fərqləri və oxşarlıqları var. Baxın, amonimlə çoxmənalının fərqindən danışaq. Amonimlə çoxmənalının fərqi budur ki, baxın, ilk olaraq, amonimlər yazılışa görə, deyilişə görə, yəni yazılış, deyiliş eyni olmasına görə bir növ çoxmənalı sözə oxşuyur. Amma fərq budur ki, baxın, 1. Omonim həm eyni, həm müxtəlif intiqsiyasına ayrıla bilər. Həm eyni, həm müxtəlif. Amma çoxmənalar yalnız eyni intiqsiyasına ayrıla bilər. 2. Gəlin, bunlar kifayət deyil, çox vaxt aparmayaq. Baxın, amonimlər məna tayları tamamilə müxtəlif bir anlayışlardır. Belə düşünün də, siz qaz, mavi qaz, yəni üstündə yemək pişirdiyiniz həmin qazla yer qazmaq tamamilə başqa-başqa anlayışlardır, düzdür? Amma amonimlər tamam müxtəlif mənalarıdır, müxtəlif anlayışlardır. Amma çoxmənalı belə deyil. Çoxmənalı tamam müxtəlif anlayış deyil. Çoxmənalıda bayaq izah etdiyimiz kimi bir yaxınlıq var. Ən azı bir forma yaxınlığı olmalıdır. Bir də amonimlərdə məcazilik olmayacaq. Yəni, qazmaq mənasında da, yer qazmaq və yaxud da ki, həyatda olan heyvan qaz mənasında da və yaxud da ki, yemək pişirdiyiniz qaz mənasında da, mavi qaz mənasında da hamısı həqiqi mənalıdır. Amma çoxmənalıda məcazilik var. Yəni, ilk mənası həqiqidir, sonradan işlənilən mənalar məcazidir. Əlbəttə ki, insanın qolu həqiqidir, çayın qolu məcazidir. İnsanın gözü həqiqidir, bulağın gözü məcazidir. Bunlara xüsusi diqqət yetirmək lazımdır. Bir də belə bir şey deyim sizə, baxın. Bəzən müdavimlər belə bir şey də karıxırlar. Məsələn, buraya yazıram ki, insanın gözü, bir də yazıram, tutaq ki, heyvanın gözü. Heyvanın gözü. Burada göz sözü çoxmənalıdır mı? Bəli, müəllim, çoxmənalıdır.
Xeyr, çox mənalı deyil. Axı bunun ikisi də həqiqi mənadadır. İnsanın da gözü ola bilər. Məsələn, heyvanın da gözü ola bilər. Tutaq ki, quzunun da gözü ola bilər. Nə bilim, atın da gözü ola bilər. Bu həqiqi mənalıdır hər ikisi. Ona görə bu bir-birinə nisbətdə çox mənalı deyil. Bir-birinə nisbətdə biri məcazi deyil. Hər ikisi həqiqi mənalıdır. Amma insanın gözünün yanına bir dənə də oraya yaz bulağın gözü. Bu artıq olacaq çox mənada işləmiş, yəni məcazi mənada işləmiş olacaq. Buna başqa elə sözlər var ki, həm amonim, həm çox mənalı olur. Bunları da bilmək lazımdır. Məsələn, üz sözü var. Daha sonra boğaz sözü var. Daha sonra dil sözü var. Daha sonra qaş sözü var. Daha sonra qol sözü var. Daha sonra kök sözü var. Daha sonra bel sözü var. Dolu sözü var. Yar sözü var. Tut sözü var. Daha sonra saç sözü var. Daha sonra nə ola bilər? Məsələn, al sözü var. Say sözü var. Sonra az sözü var. İnce sözü var. Daha sonra məsələn, quru söz yazmışam. Bura quru sözü var. Bunlar və s. Bunlar həm amonim, həm də çox mənalı kimi işlənə bilər. Məsələn, içindən bir dənə elə dolu sözünü sizə deyim. Baxın, dolu sözü dolu qab mənasında, bir də göydən dolu yağır. O iri yağış olur, buz parçaları göydən yağır. O mənada müxtəlif mənalar deyə amonimdir. Dolu qab, bir də dolu yağır. Amma deyirəm ki, qab su ilə dolu idi. Bir də məsələn deyirəm ki, aydanın ürəyi dolu idi. Bunlar artıq görürsünüz məcazi mənada deyə çox mənalı olmuş olacaq. Və yaxud da inci sözü. İncimək mənasında, bir də inci, mirvari mənasında bir-birindən amonimdir. Amma məsələn, necə olsun çox mənalı? Yəni, necə olsun məcazi mənada? Məsələn, normal deyirsən ki, mən ondan incidim. Bu olsun həqiqi mənada. Amma qəlbim səndən inciyib küsüb, qəlb inciyib küsənməz axı, bu mənada olacaq. Məcazi, yəni çox mənalı kimi işlənmiş olacaq. Daha sonra keçək sinonimlərdən danışaq. Baxın, sinonimlər. Bir dəqiqə səhifəni yeniləyək. Nədir sinonim? Yazılış, deyiliş müxtəlif olur, amma mənaları yaxın olur. Yəni, yazılış, deyiliş müxtəlif, mənaları eyni və yaxud da yaxın olan sözlər olacaq amonim. Məsələn, böyük, iri və yaxud da ki, nə olsun? Könül, qəlb. Bunlar olacaq. Görürsünüz, mənaları müxtəlifdir, amma daha doğrusu mənaları yaxındır. Sadəcə deyilişlə yazılışı müxtəlif olmuş olacaq. Baxın, sinonimlər iki qrupa bölünür. Nisbi və mütləq sinonim. Nisbi və mütləq. Mütləqə bəzən dubletlər də deyilir. Dublet. Aha. Nisbi nədir? Nisbi bəzən bir-birini əvəz edir. Hər zaman bir-birini əvəz eləmir. Mütləq, yəni dubletlər hər zaman bir-birini əvəz eləmir. Məsələn, könüllə qəlb və yaxud da ürəklə könül hər zaman bir-birini əvəz eləyə bilməz. Məsələn, tutaq ki, Aynur gedib həkimə, deyir ki, mənim ürəyim ağrıyır. Amma deyə bilər ki, həkim mənim könlüm ağrıyır. Xeyr, deyə bilməz. Demək, bunlar həmişə bir-birini əvəz eləyə bilmir. Amma həmişə bir-birini əvəz eləyən sinonimlər var ki, bunlara deyirik dubletlər. Məsələn, dubletə misal olaraq deyək. Məsələn, nə deyək? İnsan, adam. Sonra eynək, gözlük məsələn. Çeşmək, gözlük. Çeşmək, gözlük. Və yaxud da nə deyə bilərik? Məsələn, insan adam yazmışıq. Məsələn, qurd canavar ola bilər. Qurd canavar. Canavar. Sonra məsələn deyə bilərik, oturmaq, əyləşmək də ola bilər. Onu da misal olaraq deyə bilərik. Oturmaq, əyləşmək. Bunlar həmişə bir-birini əvəz edir deyə bunlara deyəcəyik mütləq sinonimlər. Baxın, amonim kimi sinonimlərdə leksik və qrammatik sinonim ola bilər. Yəni, əsas sintaksis səhərinin aralarında olan sinonimlik leksikdir. Kömək sintaksis səhərinin aralarında olan sinonimlikdə olacaq qrammatik sinonimlik. Baxın, bəzi sözlər var ki, bunlar sinonim deyil. Eyni köklü sözlər sinonim olmayacaq. Məsələn, burası yazım ki,
Məsələn, kitablara məşhur nümunələr var. Testdə də qarşınıza çıxa bilər. Bisavadla savadsız. Bisavad, bir də savadsız. Savadsız. Bisavadın da kökü savad sözüdür. Bir ön şəkilçidir. Savadsızın da kökü savad sözü. Görürsünüz, eyni köklü olduğu üçün sinonim sayılmayacaq. Leksik şəkilçi olduğu üçün yox ha. Eyni köklü olduğu üçün sinonim sayılmayacaq. Bir də yadınıza saxlayın ki, sinonim həmişə eyni diksiyasına aid olmalıdır. Həmişə. Məsələn, buraya yazıram çal. Bir də yazıram yetişməmiş. Yetişməmiş. Baxın, çal sifətdir. Yetişməmiş feili sifətdir. Yəni feildir. Bir dəqiqə üzr istəyirəm. Aha, nəsə bu səhifə getdi. Çal yazıram. Bir də yazıram yetişməmiş. Baxın, çal olacaq sifət. Amma yetişməmiş olacaq feili sifət, yəni feil. Feil sifət feil sayılır. Müxtəlif diksiyasına aid olduğu üçün bunlar sinonim hesab olunmayacaq. Sinonim haqqında bu qədər. Bir də amonimə aid elədiyimiz o tərəfləri sadə düzəltmə olar. Bu sinonimə də aiddir. Məsələn, elə bayaqları eynəklə gözlük yazmışdım. Bura gözlük düzəltmədir, eynək sadədir. Bu belə. Daha sonra antonimlə danışacağıq. Antonim nədir? Deyiliş, yazılış müxtəlifdir. Mənalarda bir-birinin tamamilə əks olan sözlər antonimlər adlanmış olacaq. Məsələn, deyək ki, gecə, gündüz, sağ, sol, aşağı, yuxarı bunlar antonim hesab olmuş olacaq. Antonimin funksiyası nədir? Antonim təzad yaradacaq. Müəllim, təzad nədir? Təzad əkslikdir. Yaxşımı? Antonimdə funksiyası əkslik, yəni təzad yaratmaqdır. Bütün diksiyasında, yəni bütün əsas diksiyasında antonimlik ola bilər. Burada heç bir problem yoxdur. Antonim həmişə eyni diksiyasına aid olacaq. Bu da sinonimlə antonimin oxşar cəhətidir. Bir də sinonimlə antonimin başqa bir oxşar cəhəti kimi deyə bilərik ki, eyni köklü sözlər sinonim olmadığı kimi antonim də olmayacaq. Məsələn, yazıram bisavad, bir də yazıram savadlı. Baxın, savad sözün kökü l şəkilçi, savad sözün kökü bir ön şəkilçi. İkisinin də kökü eynidir. Deməli, antonim sayılmayacaq. Sinonimdə dediyim kimi leksik şəkilçi olduğu üçün sinonim deyil, leksik şəkilçi olduğu üçün antonim deyil. Bunlar səhv yanaşmadır, yaxşımı? Kökləri eyni olduğu üçün antonim deyil və yaxud da ki, kökləri eyni olduğu üçün sinonim deyil deyə bilərik. Bundan başqa inkar şəkilçisi də antonimlik yaratmayacaq. Məsələn, yazıram get, bir də yazıram getmə. Bu da inkar şəkilçisi hesabına yaranıb, eyni köklüdür. Bu da antonim deyil. Amma burada deməyin ki, eyni köklüdür. Burada deyin ki, inkarla yaranıb, ona görə antonim deyil. Bir də sinonimlərin funksiyası dilimizdə yersiz təkrarlığın qarşısını almaqdır. Biri var ki, 2 dəfə gözəl deyəsən, bir dəfə gözəl deyəsən, bir dəfə qəşəng deyəsən. Görürsünüz, təkrarçılığın qarşısını almış olur. Aha, bu belə. Sonra danışacağıq, deməli, nədən danışacağıq? Terminlərdən. Baxın, termin nədir? Gəlin bir yeni səhifə açaq, yazaq termin. Termin. Baxın, terminlər müxtəlif elm sahələrinə və yaxud da ixtisas peşəyə aid olan sözlərə terminlər deyilir. Və nəzərə almaq lazım ki, terminlərin çoxu alman mənşəli olur. Məsələn, buraya yazıram, tutaq ki, buraya yazıram fonetika. Fonetika və yaxud da buraya yazıram ki, taksonomiya və yaxud da yazıram ki, olsun sinus. Baxın, sinusdur, fonetikadır və yaxud da ki, kimyaya aid bir şeylər yazıram. Məsələn, yazıram molekul. Baxın, bunlar molekul. Bunlar, baxın, hər hansı ixtisas peşəyə aid sözləri. Bunlar termin sayılacaq. Aydındır. Və terminlərin bəzi xüsusiyyətləri var. Məsələn, terminlərdə məcazilik olmur, terminlərdə obrazlıq olmur, terminlərdə yeni söz yaratmaq funksiyaları olmur. Bunlara xüsusi diqqət yetirmək lazımdır. Daha sonra elə sözlər var ki, bir mənası termindir, bir də başqa mənada ümumi işləy kimi də işlənə bilər. Məsələn, yazıram ki, sifət. Bu nitq hissəsi olaraq sifət kimi düşünsəniz, bu nədir? Termindir, düzdür. Amma deyirəm ki, insanın sifəti, üz mənasında. Bu zaman olacaq ümumi işləy. Və yaxud da güc yazıram, qüvvə yazıram, zərf yazıram məsələn.
Sərf. Baxın, bu nitq hissəsi olsa olacaq termin, amma məktubun qabı var ya, məktub qoyulmaq üçün qab. Bu mənada olacaq ümumi işləyiş sözü və ya da xəbər yazsam bura. Cümlə yazı olan xəbər, mübtəda xəbər. Həmin xəbər mənasında termində, amma deyirəm ki, heç xəbərim var, nələr olub. Bu xəbər olacaq ümumi işləyiş sözü. Güc sözü var, qüvvə sözü var. Fizikada güc, qüvvə mənasında termindir, amma məsələn deyirəm ki, day o qədər işləmişəm ki, gücüm qutarıb. Bu mənada olacaq ümumi işləyiş söz. Dediyim kimi terminlər daha çox alınma sözləri olacaq. Bir də elə sözlər var ki, məsələn onun həm alınma qarşılığı var, həm eyni sözün milli qarşılığı var. Məsələn baxın, metafor yazıram. Bunlar ədəbiyyata aid terminlərdir. Metafor. Metafor. Bunun bir dənə də ana dilində qarşılığı köçürmədir. Köçürmə. Və yaxud da ki, təşbih yazıram. Bunun da qarşılığı bənzətmədir. Görürsünüz, bu mənada olur alınma, amma bu mənada olacaq milli. Bu mənada olur alınma, bu mənada olacaq milli. Bu da oldu bizim terminlərimiz. Daha sonra keçirik frazeoloji birləşmələrə. Baxın, frazeoloji birləşmələr dildə hazır şəkildə mövcud olan birləşmələrdir. Və frazeoloji birləşmələrin, gəlin mövzunun adını yazaq. Frazeoloji birləşmələr. Baxın, frazeoloji birləşmələr dedik ki, bütöv bir vahiddir. Yəni tərkibcə dəyişməzdir. Frazeoloji birləşmələrin əsas tərəfi olmur, asıl tərəfi olmur. Frazeoloji birləşmələrin birinci tərəfi olmur, ikinci tərəfi olmur. Məsələn yazıram ki, qulaq asmaq. Qulaq asmaq. Deyə bilmərsən ki, müəllim, bunun birinci tərəfi isimdir, ikinci tərəfi feildir. Yox. Bu birlikdə bir söz sayılır. Yaxşı? Yaxşı. Neçə dənə söz var burada? Müəllim, 2 dənə söz. Xeyr, bunlar ikisi birləşməyə əmələ gətirir və bir dənə söz yaradır. Bunlar parçalaya bilmərik. Birinci tərəfi, ikinci tərəfi yoxdur. Sual verə bilmərik. Aralarında heç bir əlaqə yoxdur. Sintaktik əlaqə yoxdur. Bütöv bir vahiddir. Yaxşı? Tərkibcə dəyişməz, amma formaca dəyişə bilər. Formaca necə? Yəni qrammatik şəkilçi qəbul edə bilər. Məsələn, qulaq asmaqdır yazıram. Və yaxud da qulaq asacaq yazıram. Görürsünüz? Müxtəlif qrammatik şəkilçi qəbul edib formaca dəyişə bilər, amma məzmunca dəyişməz. Və müəllim, necə yaranır frazeoloji birləşmələr? Frazeoloji birləşmələrdə elə bil ki, 2 dənə söz birləşir və birləşən zaman öz əvvəlki mənalarını itirirlər. İkisi bir yerdə yeni bir məna əmələ gətirir. Qulaq asmaq nədir? Kimsə dinləmək, düzdür? Burada qulaq və asmaq sözlərinin görürsünüz mənaları itir. Yəni asmaq sözünün nə mənası var burada? Asmaq sözü ilkin mənasını itirir, qulaq sözlə birləşir və dinləmək mənasını əmələ gətirir. Yazıram cin atına minmək. Cin atına minmək nədir? Əsəbləşmək, düzdür? Cin atına minməkdə minməyin ifadə elədiyi əsəbləşmək mənası ilə cin, at, minmək. Görürsünüz? Əsəbləşmək hara? Cin, at, minmək hara? Cin, at və minmək sözləri öz əvvəlki mənalarını itirirlər. Üçü birləşir, yeni bir məna, yəni əsəbləşmək mənasını ortaya gətirirlər. Buna xüsusi diqqət yetirmək lazımdır. Baxın, yadda saxlayın. Ol, et, bil sözləri fraza yaratmayacaq. Sadəcə istisna olaraq. Məsələn, yazıram ki, ağ olmaq. O mənim üzümə ağ oldu. Ağ olmaq. Və yaxud da ki, nə yazıram? Məsələn, yazıram ağlı başında olmaq. Ağlı başında olmaq. Ağlı başında olmaq. Və yaxud da ki, yazıram ki, ağzı istəyirdi olmaq. Ağzı istəyirdi olmaq. Olmaq. Baxın, bunlar artıq frazadır. Niyə? Görsən ki, ağ olmaq nədir? Yəni, əvvəlki mənalarını itirir. Ağ olmaq kimisə üzünə ağ olmaqdır da. Kiməsə məsələn cavab qaytarırsan, onun üzünə ağ olmuş kimi olursan da. Ağlı başında olmaq. Bu da frazeoloji birləşmə olmuş olacaq. Baxın, frazeoloji birləşmələrin də amonimliyi var, sinonimliyi var, antonimliyi var. Amma nəyə diqqət yetirməliyik? Ona diqqət yetirməliyik ki, frazeoloji birləşmələrin amonimliyi də, sinonimliyi də, antonimliyi də hamısı fraza olmalıdır. Yəni, fraza, frazeyem frazeoloji birləşmənin qısa bir adıdır. Bəzən fraza deyirik, bəzən frazeyem deyirik. Yəni, bura çaşıb qalmayın. Yaxşı, hamısı elə frazeoloji birləşmə deməkdir. Baxın, yoldaşlar, məsələn, yadınıza saxlayın.
frazeoloji birləşmənin sinonim olması üçün o da frazeoloji birləşmə olmalıdır. Məsələn, baxın yazıram ki, dil ötmək. Yoldaşlar, dil ötmək, bir də çox danışmaq. Eyni məna verir. Düzdür, problem yoxdur, eyni məna verir. Amma sinonimdirmi? Sinonim deyil. Niyə? Çox danışmaq fraza deyil, frazeoloji birləşmə deyil. Amma dil ötmək frazeoloji birləşmədir. Dil ötməklə çox danışmaq sinonim ola bilməz. Sinonim olması üçün digər qarşılığa da frazeoloji birləşmə olmalıdır. Dil ötməklə qarşılıq olaraq yazıram. Dil boğaza qoymamaq. Dil boğaza qoymamaq. Baxın, dil ötmək, dil boğaza qoymamaq hər ikisi eyni məna ifadə edir. Hər ikisi də frazadır. Demək, bunlar rahat sinonim deyə bilərik. Baxın, yazıram ki, dil boğaza qoymamaq, bir də yazıram susmaq. Müəllim, bunlar antonimdir. Dil boğaza qoymamaq çox danışmaqdır. Susmaq da onun əksidir. Xeyr. Niyə xeyr? Axı, susmaq fraza deyil. Susmaq da gərək fraza olsun ki, bunlar antonim olsun. Dil boğaza qoymamaq, yazıram ki, məsələn, yazıram ki, ağzını bıçaq açmamaq. Baxın, dil boğaza qoymamaq çox danışmaqdır. Ağzını bıçaq açmamaq və yaxud ki, ağzından su almaq. Baxın, ağzından su almaq susmaqdır. Dil boğaza qoymaq çox danışmaqdır. Bunlar bir-birindən antonimdir. Yaxşımı? Ona görə diqqətli olun. Frazeoloji birləşmənin antonimi də, sinonimi də elə frazeoloji birləşmə olmalıdır. Bir də frazeoloji birləşmənin amonimliyi var. Xüsusi olaraq buna diqqət yetirmək lazımdır. Baxın, frazeoloji birləşmənin amonimi də frazeoloji birləşmə olmalıdır. Məsələn, yazıram ki, can vermək. Baxın, can vermək, deyirəm ki, günəş bitkilərə can verir. Yəni, neyinir? Bitkiləri dirildir. Həyat verir. Düzdür? Bir yazıram ki, xəstə can verirdi. Can verdi. Baxın, xəstə can verdi nədir? Öldü. Ölmək mənasındadır. Görürsünüz? Deməli, burada da frazeoloji birləşmə olur. Burada da frazeoloji birləşmə olur. Amma müxtəlif frazeoloji birləşmədir. Biri diriltməkdir, biri ölmək. Və yaxud da yazıram ki, söz vermək. Baxın, biri var ki, mən sənə söz verirəm ki, bir daha bu səhvi etməyəcəm. Bir də var ki, iclasda ona söz verildi. Yəni, məsələn, onun çıxışı üçün ona söz verildi. Görürsünüz, ikisi də frazeoloji birləşmədir, amma müxtəlif mənalar ifadə edir. Demək, bunlar amonim frazeoloji birləşmələrdir. Amonim frazeoloji birləşmələrinin sayı o qədər də çox deyil. Amonim frazeoloji birləşmələri konkret olaraq öyrənmək lazımdır, çünki daha çox testdə bunlar düşür. Məsələn, amonim frazeoloji birləşməni seç, amonim frazeoloji birləşmə hansıdır? Bunları müəyyənləşdirmək üçün onları öyrənmək daha yaxşıdır. Bir də nələrdə diqqət olmaq lazımdır? Elə ifadələr var ki, bir mənası frazeoloji birləşmədir, bir mənası frazeoloji birləşmə deyil. Onlara diqqət olmaq lazımdır. Məsələn, baxın, yazıram ki, yola düşmək. Bu, getmək mənasında frazeoloji birləşmədir, düzdür? Qonaqlar yola düşdülər, yəni qonaqlar getdilər. Amma deyirəm ki, məsələn, top yola düşdü. Həqiqətən top əlimdən yola düşə bilər, düzdür? Bu həqiqi mənada axı. O zaman bu frazeoloji birləşmə olmayacaq. Düzdür? Və yaxud da ki, yazıram, burnunun ucu göynəmək. Burnunun ucu göynəmək. Yoldaşlar, burnunun ucu göynəmək darıxmaq mənasında frazadır. Fraza.
Amma soyuqdan burnunuzu göynəmək bu həqiqi mənadadır. Yadınızda saxlayın. Soyuqdan həqiqətən burnunuzu göynəyə bilər də. Şaxtada və ya da soyuqda çöldə qalsan burnunuzu qızarır, göynür. Bu həqiqi mənadadır. Bunlar yəni belə deyək də darıxmaq mənasında frazadır, amma digər mənada fraza deyil.